Xahiş edirəm, şoferliyi bir kənara qoy. Kimə də deyir ki, para deyirsiz gedin deyir. İkinci nəqliyyat nəyə görə verilsin? Neçə dəqiqə çatma söhbəti getmir. Nəyə çatır? Niyə bizi ən minimal 25 dəqiqə gözləməli? Məhəmməd Hadidə kvadratların yerləşdiyi ərazidə sakinlər 11 nömrəli avtobusun gec gəlməsindən şikayətlənirlər. İnterval 10 dəqiqə olduğu halda bəzən 30-45 dəqiqə gözləməli olurlar. Sakinlər isə bundan çox əziyyət çəkdiklərini bildirirlər. Nəticədə vətəndaşlar isə dərsə və digər vacib görüşlərinə gecikmək məcburiyyətində qalırlar. 11 nömrənin çox gec gəldiyini deyirlər. Bununla bağlı problem nədir ki, niyə gec gəlir? Yolumuz uzaqdır. Uzaqda da çox. Bəs yol uzaqdırsa niyə əlavə avtobus vermirlər? Neçə dəqiqədən bir gəlirsiniz? 7 dəqiqədən. Ay onlar bizdə bir şey deyər. Xahiş edir, 11 gec gəlir, narahat olur. Vallahi billahi mən ana çatdıramıyorum 5 ilə Allah sığın yolundan çıxıram 11 yoldan. Gec. Şoferdə nə Yox, günah var? məsələ sizdən yoxdur. Niyə gec gəldiyi üçün? Şoferdə nə günah var? Bax mən şoferəm. Yəni məsələ Xahiş edirik. Buna bir əntəm kimə də deyir ki, para deyirsiz gedin deyir. Aslanıfqada Allah'a and olsun gözlemekten ölürük. Akşam saat 11'den sonra 11'i takmazsan. Gelirler orada çayxanaya girirler, bayra çıkmırlar. kimlər girir? Baş şoförler, onların müdürleri, onların neyse icazə. Burada 43 var idi, işleyirdi gecek. Onu ləğv elədilər. O bize aparıp getirirdi. Ancak bu 11'ler, bak 30 ildir, 35 ildir ben burada yaşayıram, əziyyət çəkirəm. 45 dəqiqə ilə bütün insanlar mənzil başına çatmaq üçün gözləyirlər. Məktəbə getmək üçün yarım saat 40 dəqiqə gözləyirik. İnterval minimal 25 dəqiqədir. Minimal. Birazdan 10 dəqiqə ən çoxu. Çünki biz deyirlər 10 dəqiqədən birdir. İnterval insanların burada yığılma bu bir yana, mənzil başına çatma birazdan tıxac vaxtı daha pis olacaq. 2023-cü ildə müraciət edirəm ki, mən bura köçəndən ki, bura 2 marşrut verilsin, 3 nəqliyyat ötürü verilmir. Sərnişinlə çox pis rəftar eləyirlər. Niyə dayanmadınız deyəndə cəb elədim, yaxşı elədim. Elə ki 15 dəqiqə, elə ki yarım saat, 40 dəqiqə. Çox zay vəziyyətindədir. Həzədə 40 dəqiqə ilə qalırıq, gəlib çıxmırlar. Deyəndə də deyirlər ki, şeydir, probkada qalmışıq. Aslanıfqamız orada olarlar, gətir bura çıxartırlar. Pulu olanların maşını var, mənim pulum yoxdur. Mən 5 sumkalarla buradan ora qədər, evimə qədər piyada getməliyim. Bax, xəstə oğlandır. Nəyə görə bura qədər gəlməlidir? Kiminsə pulu var, haqqı var, sözü var. Vaxtında gəlmir. Nə gəlmir, mən Ayaqlarımızla saatlarla burada gözləyirik. Orada saatlarla gözləyirik. Elə olmaz. 11'in vəziyyəti çox bərbad. Yarım saat, 20 dəqiqəni keçir ki, bu avtobusun gəlişi. Gec olur, gec olur. Problemə yerində aydınlıq gətirmək üçün 11 nömrəli avtobusların sürücülərinin növbədə gözlədiyi ünvana yollandıq. Buna görə gec gəlir ki, marşrutlar 28-dən çıxılır, oradan Yaşıl bazarda, Şərq bazarda, orada möhkəm probka yox, gecikməli əmələ gəlir və çıxarışlar əmələ gəlir. Dərmanova girə bilmirik, Təhsil Nazirliyi Əlavə belə deyək, neçə avtobus var xəttdə? bizim ən aşağı çıxmayanda 11 sayılı marşrutda 24 dənə, 23 dənə, Gün ərzində 22 avtobus fəaliyyət göstərir. gün ərzində 22 dənə marşrut. 22 marşrut 45 dəqiqədən axı ümumiyyətlə bütün gün ərzində 45 dəqiqədən bir gəlir. Probkada müəyyən bir saatda olur. Niyə ki, Yollar, probka olur? bəli. Məsələn, Probka olmayan vaxtlarda var axı. probka olmayan vaxtları marşrut öz istiqamətində işləyirlər, normal gəlirlər. Şoför olaraq bir sual verin. Sizcə bizim bu 11 nömrə nəqliyyat yoluna ikinci qısa müddətdə Həzəsanovdan ya bura, ya Xablardan bura ikinci avtobus salınsa nə olar? Biz neçə dəfə sizlərə bunu bildiririk ki, bilirəm, mən də sizə deyirəm ki, sizin məsafəniz ucuzdursa, uzaqdırsa, heç olmasa Qarayevdən bizim bu mühasibə, bazardan çıxırıq, dərsdən çıxırıq, xahiş edirəm, şoferliyi bir kənara qoyun, bir insan kimi, bir ailə başçısı. Hanım, siz buranın sakinisiniz də, düzdür? Siz də bizdən üz göz olursunuz, biz də sizdən üz göz oluruq. Səfərimizi deyirsək, İşləyirlər bunlar. Prosto axı 45 dəqiqə, 30 dəqiqə minimal gözləyirik, xahiş heç bir edirəm. marşrutda əlavə marşrut verilir, o vaxt verilir ki, haçan ki tıxac olanda, metrolar bağlananda, onda əlavə maşınlar avtobusa verilir. İkinci nəqliyyat Amma bura ikinci verilə nəqliyyat bilməz. nəyə görə verilsin? Bu 24 dənə marşrut işləyirsə, burada niyə verilməlidir ki? Bizim Hədəstanın metro işləmir.
bir dənə metro işləyir. Ona görə də Əhmədli metrosundan biz götürüb gətiririk Həcəstanova. Oradan da sakinləri gətirib evlərinə çatdırırıq. 24 də maşın. Orada remont gedir qızım. Kimdir işləmə bu dəqiqə? O ifadə elədim axı bir dənə metro işləyir. Gün ərzində saatda biri gedir, biri gəlir. Ona görə 30 ildir burada yaşayan var, deyir 30 ildir biz bu eyni vəziyyətdəyik. 30 ildir. 30 ildir. Metro zəhmətlidən 10 dəqiqəlik, 6 dəqiqə intervalla gəlib və yalan deyil. Səhv deyil. 2023-cü ildə müraciət olunub Heydər Rüstəmova, Pərvanə xanıma bütün məhəllələrlə müsahibə, bütün yol boyu Urfadan bura 45 dəqiqə gəlinir. 45 dəqiqə interval, yarım saat minimal interval. marşrutda 45 yarım saat interval olmuyor xanım. Amma yalan deyil. 15-20 Bütün sakinlər deyirlər ki, çox gözləyirik. 40-30 dəqiqə, 20 dəqiqə. söz deyə bilərəm ki, mən 45 dəqiqə burada gecikirəm. Demək dəqiqə çox. 24 avtobus. İnterval neçə dəqiqədən bir bölünür? 7 dəqiqə, 8 dəqiqə baxır o maşının gəlmə istiqamətinə baxır. Çıxışlara baxır. 8 amma maksimum 10 dəqiqə. Yəni maksimum 10 dəqiqə oradan Bəli. keçir. Çünki onda yarım aparada vuranda 1 saat 20 dəqiqə, 1 saat 25 dəqiqə gəlib çatır buraya. Amma oradakı sakinlər hal-hazırda müsahibalığımız deyirlər ki, ən deyir çox gözəlimiz 45 dəqiqədir. Ən azı özlərinin dediklərinə varsa yalan bir dəfə iki dəfə Tam elə deyir ki 45 dəqiqə bu fasadqı eləsin. Elə söylüyor. Siz burada. Zahirə burada baxa bilərsiniz. Bax sizə ayrı yarım saat baxın. İndi bizdən xəbərləri var. İndi bizdən xəbərləri var. Hər kəs də bunu orada sübut eləyə bildi. Çöldə insanlar da var. Sadəcə çəkməkdən, çəkin düşməkdən xəbəriniz var. Hətta şəkili burada şoferdən belə şikayət gəldi. Kimdir bilmərəm. Özünüz eşitdiniz. Bu qrafiklə işləmirlər. qrafik budur. Bu qrafla işləyir. 7 dəqiqə, 8 dəqiqə uzağı, 9-10 dəqiqə Götürdüyüm burada gecikməklə işləyir. Deməli, bu 08 hardasa bax məsələn 07 08 08 20. Süleyman Bəyim orada. Çəkilir. 7-18 mən görəm. Neçə dəqiqə çatma söhbəti getmir. Nəyə çatır? Sizin 7 dəqiqə intervalınız yoxdur. 100 dənə maşın verim. Başa düşmə, versin başqa marşrut. Niyə bizi ən minimal 25 dəqiqə gözləməliyik? 15 dəqiqə. Necədir? Bütün bu insanlar yalan danışır məhəllədə. Bircə siz deyil, ayıbdır. Nə ya? Siz yalan danışmıyor. Oradan ki 45 dəqiqə maşın işləyir. O düzgün deyil. Ay xanım, başıma dönüm sənə. Real danışırsan ki, bu marşrut səhər 6:00-dan axşam saat 12:30-a kimi işləyir. Saat 11-12-nin yarısına kimi işləyir bu marşrut. Siz düz danışırsınız. Siz düz danışırsınız. Biraz biz gec gəlir. Mən elə sizin yalanınıza Yox. Problemlə bağlı adiyyəti qurumlara dəfələrlə müraciət edilsə də hələlik nəticə yoxdur. Sakinlər marşrut üzrə avtobusların sayının artırılmasını və hərəkət cədvəlinə ciddi nəzarət olunmasını tələb edirlər. Qeyd edək ki, 11 nömrəli avtobus Məhəmməd Hadi küçəsi və ətraf ərazilər üçün əsas ictimai nəqliyyat vasitələridir və hər gün yüzlərlə sərnişin bu marşrutdan istifadə edir. Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin qaynar xətti ilə əlaqə saxladıq. Qurumdan bizə bildirildi ki, 3 may 2025-ci il tarixində Baku-Bas MMC-nin istismarında olan 11 nömrəli müntəzəm marşrut xətti ilə bağlı sərnişinlər tərəfindən Xətai rayonu Məhəmməd Hadi küçəsindəki dayanacaqdan keçən avtobusların hərəkət intervalının 25, 30 və 40 dəqiqədən çox olduğu ilə bağlı daxil olmuş şikayətlər monitorinq mərkəzi tərəfindən araşdırılmışdır. Aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, qeyd olunan tarixdə 11 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslar günün yalnız 13:01, 13:30, 13:52, 14:59 və 15:20 aralıqlarında təyin edilmiş intervaldan fərqli olaraq təxminən 20-25 dəqiqəlik intervalla həmin ərazidən keçmişlər. Günün digər saatlarında isə avtobusların hərəkəti qrafika uyğun olaraq 5-10 dəqiqəlik intervalla davam etmişdir. Sözü gedən 20-25 dəqiqəlik intervalın yaranmasına səbəb Əhməd Rəcəbli Şəki dairəsi istiqamətində aparılan yol təmir işləri ilə əlaqədardır. Bu səbəbdən müvəqqəti gecikmələr baş vermiş, lakin günün digər saatlarında avtobusların hərəkəti normal rejimdə davam etmişdir.